Ermənistan yeni yolların açılmasında maraqlıdır. Ermənistan Cənubi Qafqazdan keçən beynəlxalq tranzit marşrutlarına qoşulmaq üçün əlindən gələni edir. Bunu Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan deyib. Bu baxımdan yeni imkanların araşdırılması Ermənistan üçün son dərəcə vacibdir. Üstəlik, biz öz təşəbbüsümüzlə çıxış etmişik. Sülh kəsişməsi ilk növbədə Cənubi Qafqazda bütün nəqliyyat və tranzit infrastrukturunun blokdan çıxarılmasını nəzərdə tutur. Mirzoyan qeyd edib ki, Ermənistan regionda yeni tranzit marşrutlarının, eləcə də limanların, dəmir yollarının, elektrik və internet kabellərinin çəkilməsində maraqlıdır. Bunlara nail olmaq üçün qonşularımızla, o cümlədən Azərbaycanla danışıqlara diqqət yetiririk. Mirzoyan əlavə edib. Azərbaycanla düşmənçilik səhifəsini bağlamaq istəyirik. Ermənistan və Azərbaycan arasında düşmənçilik səhifəsini bağlamağa çalışırıq. Bunu Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan deyib. Ermənistanın 4 qonşusu var. Şərq qonşumuz Azərbaycandır. Biz onunla sülh və dövlətlərarası münasibətlər qurmağa çalışır, regionda düşmənçilik səhifəsini bağlamağa çalışırıq. Qərb qonşumuz 30 ildən çoxdur Ermənistanla sərhədləri bağlı olan Türkiyədir. Hazırda Türkiyə ilə kifayət qədər dinamik dialoq aparırıq. Bunda məqsəd iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasıdır. İndiyədək kiçik, amma nəzərə çarpacaq addımlar ata bilmişik. Amma bir sıra anlaşmalar hələ də həyata keçirilməyib. Nazir qeyd edib. Kremldən Bakıya ardıcıl jestlər. Nə baş verir? Azərbaycan və Rusiya arasında son aylarda müşahidə olunan gərginlik tədricən səngiməyə başlayıb. Bu barədə politoloq Turab Rzayev açıqlamasında bildirib. Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaradan əsas məqamlar Azal təyyarəsi ilə bağlı insident idi. Lakin son dövrlərdə bu gərginlik azalır. İkincisi, baxmayaraq ki, Azərbaycanda bir mənalı qarşılanmadı, ancaq Çeçenistan matəm elan etdi. Ardınca isə heyətin sağ qalan üzvlərini mükafatlandırdı. Moskvada Azərbaycanın ümumilli lideri Heydər Əliyevin abidəsinin bünövrəsinin qoyulması, Kremlin bunu Rusiyanın siyasi mədəni həyatında mühüm hadisə adlandırması və Heydər Əliyevə yüksək dəyər verdiklərini uca səslə bəyan etmələri, üstəlik Azərbaycan parlament sədrinin dostluq ordeni ilə təltif edilməsi və s. Kremlin davamlı yumşaldıcı siyasətinin nümayişidir. Bu siyasət qarşısında təbii ki, aqressiv ritorika sərgiləmək qeyri-diplomatik olardı. Rusiya ordusu Sucaya daxil oldu. Rusiya ordusu Kursk vilayətinin Suca şəhərinə daxil olub. Bu barədə Maş Telegram kanalı məlumat yayıb. Məlumata görə Ukrayna hərbçiləri şəhəri tərk edərək Sum vilayəti istiqamətinə geri çəkiliblər. Kanal bildirib ki, şəhərin 80-90% azad olunub. Ukrayna ordusunun əlində yalnız Qançarovka və Zauleşenka məntəqələri qalıb. Forbes nəşri Ukraynalı zabitlərdən birinə istinadla yazıb ki, Ukrayna ordusunun böyük hissəsi Kursk vilayətindən çıxarılıb. Paşinyan İrəvana gələn türklərə mehri ilə bağlı nə deyib? Ermənistan Baş naziri Nikol Paşinyan dünən öz Facebook səhifəsində İrəvanda Türkiyəli jurnalistlərə müsahibə verdiyini bildirən qısa video yayımlayıb. Məlumata görə Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədin ilkin şərt olmadan açılması, eləcə də soyqırımın tanıtdırılması məsələsinə yenidən nəzər salmaq və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında mehri üzərindən maneəsiz dəmir yolu yüklərinin daşınmasını təmin etmək istəyindən danışıb. Erməni nəşri bildirir. Rusiya Paşinyanı sınaqdan keçirir. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə əlaqələri normallaşdırmaq qərarına gəlib. Erməni nəşri bildirir ki, Baş nazir bu məqsədlə Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum layihəsinin qəbulunu 2 ay müddətinə təxirə salıb. Həmçinin o, Rusiya ilə yaxınlaşma istiqamətində addımların atılması və qurumlararası münasibətlərin bərpasına dair göstəriş verib. Amma Rusiya Paşinyanın səmimiyyətinə inanmır. Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfərinin təxirə salınması da ondan xəbər verir ki, Rusiya Paşinyan üçün sınaq testi hazırlayıb. Paşinyandan müharibə anonsu. Nə baş verir? Ermənistanın Hraparak nəşri yazıb ki, Baş nazir Nikol Paşinyan hökumət üzvləri və Hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə iclas keçirib. Məlumata görə o, iclasda Azərbaycanla sülh prosesinin dalana dirəndiyini açıqlayıb. Stat: Paşinyan deyib ki, Bakı dəhliz tələbindən geri çəkilmir. Razılaşmasaq müharibə qaçılmaz olacaq. O, ictimaiyyəti bu barədə məlumatlandırmağın zəruri olduğunu bildirib.
Kaliberdə Ermənistanın müharibəyə hazırlaşması iddiası ilə çıxış edib. Politoloq Zeynal Əmrəliyev deyib ki, Paşinyana qarşı gələn qüvvələr Azərbaycan-Ermənistan, Qarabağ məsələsindən istifadə edirlər. Keçmiş Xarici İşlər Naziri Vardan Oskanyan da son zamanlar fəallaşıb. Müxtəlif xarici ölkələri ziyarət edən Oskanyan Ermənistana gələrək keçmiş Qarabağ separatçıları ilə görüşlər keçirir. Onlara müxtəlif vədlər verir. Politoloq qeyd edib ki, Ermənistandan zaman-zaman müharibə anonsu verilsə də Azərbaycan sülh gündəliyinə sadiqdir. Ancaq sərhəddə hər hansı təxribat baş verərsə, ordumuz dərhal adekvat cavab tədbirləri görəcək. Görünür, Ermənistanda hələ də revanşist əhvalda olan xəyalpərəstlər az deyil. Buna görə də Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik edilməsi, buradakı ərazi iddiasının çıxarılması barədə tələbi haqlıdır. Statın sonu. Kinyovda Bakıya qarşı təxribat rəsmən üzr istənildi. Moldovanın Kinyov şəhərində təşkil edilən Gələcək üçün Sinerjilərin Təminatı elmi praktik konfransının ilk günündə təşkil edilən 5-ci paneldə özünü qondarma Dağlıq Qarabağın sakini kimi təqdim edən erməni qızın çıxışı zamanı Azərbaycanla bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirildi. Təəssüf ki, təşkilatçılar tədbirin məqsədlərinə tam zidd olan belə çıxışa imkan yaratdılar. Mən çıxışa etiraz edərək erməni təmsilçinin çıxışının dərhal dayandırılmasını tələb etdim. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Ermənistan bu məqsədlə hərbi təxribat törədə bilər. Ermənistan hərbi baxımdan bizdən qat-qat zəifdir və onlar bizi məğlub etmək iqtidarında deyillər. Bu sözləri politoloq Tofiq Zülfüqarov Ermənistan müharibə planını şərh edərkən deyib. Politoloq bildirib ki, Ermənistan müharibə deyil, hərbi təxribata əl ata bilər. Ermənistan mövzusu Trump dövründə öz əhəmiyyətini itirib və maraq dairəsindən çıxıb. Bu marağı cəlb etmək üçün Ermənistan həmişəki kimi hansısa təxribata əl ata bilər. Bilirsiniz ki, qapalı iclasda baş nazir Paşinyan müharibə ilə əlaqədar çağırışlar edib. Bu baxımdan hərbi təxribat törədəcəklərini istisna etmirəm. Necə ki, 2016, 2019, 2020-ci illərdə hərbi təxribatlara əl atmışdılar. Elə hərbi əməliyyatlar da bu təxribatlardan sonra başladı. Təbii ki, bu mənim baxışımdır. İnanıram ki, Azərbaycanda xüsusi orqanlar bu məlumatı diqqətdə saxlayır və onların bu barədə səhih bilgiləri var. Qeyd edək ki, dünən Ermənistanın apreldə Azərbaycanla müharibə etməyə hazırlaşdığına dair məlumat yayılıb.